Elə bu mövzuya qayıdaq və müzakirəmizi Elşad Paşasoy ilə davam etdirəcəyik. Bağlantıda da hal-hazırda Elşad bəy. Elşad bəy, sizi salamlayırıq və istərdik ki, Ermənistanın baş nazirinin son açıqlamaları üzərindən sizin şərhlərinizi eşidək. Nikol Paşinyan təbii ki, bir sıra məsələlərə toxunub. Bizim üçün maraqlı olan həm Rusiya ilə münasibətlər də, eyni zamanda parlament seçkilərindən öncə Azərbaycanla sülh müqaviləsinin imzalanması ehtimalıdır. Belə bir şərhi verməsi nə dərəcədə realdır? Ümumiyyətlə, müqavilə imzalana bilərmi parlament seçkilərindən öncə? Biz söhbət artıq qarşıdakı bir neçə aydan gedir. Salam, sabahınız xeyir olsun. Ermənistan rəhbərliyinin sülh imzalanması ilə bağlı dəfələrlə bənzər reaksiyası olub. Söhbət nədən gedir? Hətta 44 günlük müharibədən sonra da Ermənistan rəhbərliyi sülh danışıqlarına hər zaman hazır olduğunu bildirib. Eyni zamanda sülh müqaviləsinin imzalanması üçün hətta Ermənistan rəsmi şəxsləri bir neçə il ərzində ilin sonuna da sənəd imzalana bilər bir ritorikası ilə çıxış ediblər. Amma unutmayaq ki, Azərbaycan dövlətinin prinsipial mövqeyi var. Dövlət başçımız da bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları və normativ hüquq aktlarında əksini tapan anti-Azərbaycan müddəaları çıxarılmayınca imzalanan sülh müqaviləsinin heç bir dəyəri olmayacaq. Yəni, Ermənistan rəhbərliyi öncə əsas qanunundan, ölkə konstitusiyasından başlamalıdır. Qonşu ölkənin ərazisinə qarşı iddiaların əks olunması halında o ölkə ilə sülh müqaviləsinin imzalanmasının özü bütövlükdə beynəlxalq hüquqa ziddir. Eyni zamanda normal qonşuluq münasibətlərinə və perspektivlərə hər zaman xələl gətirən bir amildir. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyi, konkret olaraq Nikol Paşinyan hazırki durumda seçkilərlə bağlı hədəfini elan edib və onun üçün talihli bir aylardan söhbət gedir. Belə bir durumda Nikol Paşinyan üçün Azərbaycanla sülhə imza atması onun əsas istinad etdiyi təhlükəsizlik bir çətirində olması anlamını verir. Bundan əvvəl Azərbaycanla Vaşinqtonda imzalanan sülhün paraflanmasının həyata keçirilməsi, əldə olunan anlaşmalar, iki ölkə arasında tarixi razılaşmaların həyata keçirilməsi və sülh mükafatlarına layiq görülmələri halında sülh müqaviləsinin imzalanması cəlbedici görünə bilər. Xüsusilə də Trump administrasiyasında maraq dairəsindədir bu prosesin məntiqi sona çatdırılması. Amma unutmayaq ki, bu məsələdə Azərbaycanın, o cümlədən də Ermənistanın ərazi iddiası irəli sürdüyü qardaş Türkiyənin gözləntiləri var. Eyni zamanda Türkiyəyə qarşı da ərazi iddialarından söhbət gedir və belə bir halda Ermənistan rəhbərliyi Türkiyə ilə sərhəd qapılarının açılmasını da paralel şəkildə reallaşdırmağa cəhd göstərir. Amma faktiki olaraq daxildəki anti-Paşinyan qüvvələrin, eyni zamanda revanşistlərin, diasporanın və s. Təsirlərindən, eyni zamanda Ermənistanda hələ də təzyiq rıçaqlarından əl çəkməyən paytaxtların müxtəlif revanşist dəstələrə dəstəyindən və proseslərdə hər an gərginlik yaratmaq istəyindən irəli gələrək Nikol Paşinyan hələ də əsas şərti icra etməkdən yayınır. Belə olduğu təqdirdə sülh müqaviləsinin imzalanması gələcəkdə sülh müqaviləsinin bütövlükdə Ermənistan konstitusiyasında əksini tapan müddəalar səbəbindən, hətta gələcəkdə Ermənistanda yaşanan hansısa bir force-major situasiyalar halında, yaxud da hansısa bir hakimiyyət dəyişiklikləri vəziyyətində hesab edirəm ki, bir sual altına düşə bilər. Bundan əvvəl də bənzər bir halı digər bir müqavilənin imzalanmasından sonra biz müşahidə etmişik. Belə olduğu halda Nikol Paşinyan yalnız öz hakimiyyətinin maraqlarından çıxış etməlidir. Eyni zamanda Azərbaycanın ona təqdim etdiyi ev tapşırığının icrası istiqamətində cəsarətli nümunə göstərməlidir. Bu mənada hesab edirəm ki, tələskənliyə ehtiyac yoxdur. Çünki Azərbaycan rəsmi şəxsləri bir neçə dəfə bildiriblər ki, Azərbaycan yalnız Nikol Paşinyanla deyil, bütövlükdə Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətindədir.
Yəni istənilən şəxs sadəcə Ermənistan rəhbərliyində kimin olmasına asılı olmayaraq Azərbaycana qarşı ənənəvi o stereotiplərdən əl çəkmək şərti ilə və illüziyaları bir kənara qoymaqla eyni zamanda əsas qanundan o anti-Azərbaycan müddəaları çıxarmaqla hesab edirəm ki, bundan sonra yol xəritəsinə uyğun olaraq addımlaya bilər və Azərbaycanla sülh şəraiti tamamilə bərqərar olunması halında sənəd imzalana bilər. Bu mənada tələskənlik daha çox ölkə daxilində anti-Azərbaycan mövqeyinin əks olunduğu sənədlə bağlı olmalıdır.